Bugün ben Ferhat Yaşaroğlu, kardeşimizin evine gelmişik, atamayanlar. Bugün Ferhat kardeşimiz 5. ilde onun məzarcına gelmişik, ziyaretine gelmişik. Allah rəhmət eləsin, uşaq olsun, yer geçti olsun. Bugün bu qurumdan, fəxrlə, atamın huzuruna, atamayanlar, gəlməyə güzel bir qurur verdik. Bunu ki, belə şəhidimizin, belə güzel atası var. Güzel atamın güzel övladı şəhid olur. Allah Ferhat'ın sana bütün şəhidlər rəhmət eləsin. Büyük bahçede başarılı verir. Bugün 5. ilinde kardeşimizin qədərli bu dünyada köşdüyü, şəhid oldu. Allah size sərf etsin. Bugün Türk uyruzu gündür. Sizin kimi atanın huzurunda, sizin kimi atanın həyatına gəlmək, sizin kimi atanın huzurunda olmadığınız üçün bir qurdu fərdi. Mən şəxs özümü deyirəm, öz fikrim deyirəm. Ki, mən elə bilirəm ki, bir Məkkə, bir Kəbəyə, bir də şey gəlmişəm. Sizin kimi insanlar huzuruna gəlsin. Bax, belə qardeşimin şəhsçılığında olmalı. Allah bir qarşıda sərf etsin deyirəm. Atada öz sözlərini deyən, namazın haqqında bir çıxarıb olsa qısmını eğer. Sağ olun günləri, baran, hamızlar bir arada geldiniz. Ben diyeyim ki, Allah şəhidlərin hamısına rəhmət eləsin. Onlar doğrulardı ki, bizi hamıda birbirimize tanıttı. Birbirimizi ailelerinden geri gelmemizi, birbirimizi ziyaret etmeye, balalarımızı, oğullarını tanıttı. Tanımadı birbirimizi. Hemen böyle yaxşı olanları Allah Teala bize kısmet edeyim, bize de şəhidlik. Onlara kısmet edelim. Allah rəhmət eləsin, Allah şəhidlərini. Şimdi yaşar kardeşim. Evet, babamızın 500 yıl göremedi. Allah şehirler, dostlar, kıyamederiz. Şeylerdir. Allah sana sebep değil. Bugün Muğanlıqın kəndində şəhid Ferhat Yaşaroğlu'nun yılın 5. ildir. Ananın yanına gelmişik, Ferhat kardeşimizin evine, evine gelmişik. Ferhat'ın tümsanında bütün şəhidlərimiz Allah rəhmət etsin deyir, şad olsun. Allah sana səbir versin, Allah güzel bana rəhmət etsin. Bugün özümüzə bir qurur, bir fərqlə, bir sənin sözünə yanacağım, kanıya gəlməyə. Bugün sizin için ağır çelik edik, 5. ildir. Ağır bir ocaqdan bir evlər keçib, yanırsınız. Allah size səbir versin. Bugün bu qururu, fəxri evdir ki, sizin kimi analar başınızadır. Ona üçün biz sizin kimi analar huzuruna, evinə, ocağına gəlirik, sizin sayənizdə, o şəhidlərimizin sayəsində. Bugün ən gözəl qururla verir ki, siz fəxri qurur analarısınız, bizim baş tacımızsınız. Allah sizə səbir versin, Allah sizə versin.